Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə 6-cı sinif Azərbaycan dili 2-ci hissə iş dəftərini işləyək. Səhifə 48-də qalmışdıq. Ümumiləşdirici təkrardır. Birinci çalışmada deyək ki, şeir parçasında inversiyanı müəyyən et və cümlələri düzgün söz sırası ilə yaz. Bildiyimiz kimi inversiyada söz sırasının dəyişməsi idi. Yerinin dəyişməsi, cümlədə sözlərin yerinin dəyişməsi idi. Əskər artıq yola düşdü, dağ tərpəndi yerindən. Günəş yaydı şöləsini vətənin göylərindən. Gəlin yazaq. Burada artıq əskər yola düşdü, dağ yerindən tərpəndi. Düzgün söz sırası bu cümlədə belədir. Günəş vətənin göylərindən şöləsini yaydı. Buradakı söz sırası da belədir. İkinci çalışmada deyir ki, cədvəldəki sözlərin düzgün yazılışını müəyyən et. Yanlış yazılanlar inanırsınız, düzgünü inanırsınız. Gəlin yazaq. İnanırsınız. İnanırsınız. Çağıracam yox, çağıracağam. Çağıracağam. Görüşərlər yox, görüşərlər. Maraqlanırlar yox, maraqlanırlar. Çalışma 3-də isə deyək ki, fərqləndirilmiş sözlərin tələffüz formasını yaz. Hansı sözlərdə l samiti ilə başlanan şəkilçilər fərqli tələffüz olunur? Nənə gözlüyünü axtarırdı, nənə gözlüyünü axtarırdı, gözlüyünü. Gözlüyünü. Bunun tələffüz formasıdır və burada üstəgəl qoyuram birin yanından ki, burada l şəkilçisi fərqli tələffüz olunubdur. İkincidə deyək ki, kənd cəmaatı yaylağa köçdü. Burada elə olduğu kimi tələffüz olunur. Yaylağa köçdü. Üçüncüdə deyək ki, şəhərli həkim hamını müayinə edəcək. Şəhərli tələffüz olunarkən l rıya çevrilir, şəhərli həkim olur. Yazaq. Bu üçüncüdə də artıq l ilə başlayan şəkilçi fərqli tələffüz olunur. Kitabları çantaya qoy. Burada da tələffüz zamanı b p-ya çevrilir. Samitlə başlayan şəkilçi qəbul etdiyinə görə kitabları. Bu da bunun tələffüz forması. 4-də deyək ki, 4-dən birində şəkilçidəki l samiti fərqli tələffüz olunur. Məktəbli olduğu kimi tələffüz olunur. Dərdli, dərdli olur. L d-ya çevrilir. Sözdü, l d-ya çevrilir. Buludlu da l d-ya çevrilir. Buludlu olur. Fərqli tələffüz olunanımız məktəbli. A. Qohumluq, adamlıq, sərinlik, gözəllik. Burada da sərinlik də l n-ya çevrilir. C variantında fərqli tələffüz olunur. A variantında başlamaq, yağlamaq, salamlamaq, təzələmək. Burada da başlamaq olur. Başlamaq. L d-ya çevrilir. Başlamaq. Daşlar, güllər, böyüklər, balıqlar. Burada da daşlar fərqli tələffüz olunur. Paslanmaq, ruhlanmaq, kilidlənmək, hirslənmək. Aha, burada da ruhlanmaq fərqli olduğu kimi tələffüz olunur. Paslanmaqda l d-ya çevrilir, kilidlənməkdə l d-ya çevrilir, hirslənməkdə də l d-ya çevrilir. 5-də altından xətt çəkilmiş sözlərdə lalə funksiyasını müəyyən et və cümlənin qarşısında yaz.
Birincidə turistlər heyrətlə alov qüllələrinə baxırdılar. Burada zərf düzəldən şəkilçisidir. Yazaq, zərf düzəldən şəkilçi. Burada hamısını yazdım mən. Turistlər heyrətlə alov qüllələrinə baxırdılar. Buradakı lə zərf düzəldən şəkilçidir. 2-də həyətdə uşaqlarla qartopu oynadım. Buradakı la qoşmadır. 3-cüdə Murad çantasından dəftərlə qələm götürdü. Dəftər və qələm. Ləyi və ilə əvəz eləmək mümkündürsə, bu bağlayıcı olur və buradakı da bağlayıcıdır. Bugünlük bu qədər. Hələlik.